Salam, hər vaxtınız xeyirli olsun. Biz bu videomuzda ən vacib funksiyalardan biri olan SUMIF barəsində məlumat verəcəyik. Biz bundan qabaqki videomuzda SUMIF funksiyasına baxmışdıq. SUMIF funksiyası ancaq bir şərtə görə verilənləri toplayır. Yəni bu nə deməkdir? Baxın, tutaq ki, bizdə belə bir baza var. Mənə lazım ola bilər ki, şirkəti Hyundai olan məhsulların qiymətlərini toplayım. Yəni burada ancaq bir şərt var ki, şirkət Hyundai olsun. Amma mənə birdən çox şərt lazım ola bilər. Yəni ki, baxın, tutaq ki, şirkəti Hyundai olan satış mərkəzi Bakı olan məhsulların qiymətlərini toplayım. Əgər eyni zamanda birdən çox şərt varsa, bu artıq SUMIF yox, SUMIFS funksiyası ilə olmalıdır. Bu nə deməkdir? Mən bura bərabərdir SUMIFS yazdım. Baxın, SUMIFS yazdım və məndən deməli parametr tələb edir SUMRange. SUMRange nə deməkdir? Yəni toplanılacaq ərazi. Və mənə bunların qiymətlərini toplamaq lazımsa, həmin diapazonu qeyd edəyim. Deməli bu oldu D2, D22 diapazonu. Və nöqtəli vergül qoydum. Baxın, burada var kriteriya range 1. Yəni ki, mənim birinci şərtim hansı diapazonda yerləşir? Mənim birinci şərtim, baxın, buradadır. Deməli, A2-dən A22-yə qədər olmalıdır. Yəni, Hyundai olmalıdır. Onun üçün də mən bura nöqtəli vergül qoydum və bura Hyundai sözünü daxil edirəm. Dırnaqda yazdım Hyundai, düzdürmü? Hyundai yazdım və dırnağa bağladım. Kriteriya range 2, yəni növbəti bir şərtim. Bax, bu olmalıdır nə? Olmalıdır B2, B22 diapazonu. Çünki mənə Bakı olanlar lazımdır. Onun üçün bunu seçdim. Və artıq bu dəfə Bakını əllə yazmıram. Neynirəm? Gəlirəm tərkibində Bakı olan bir xananın üzərinə sol düyməni vururam. Və həmin xananı seçib F9 düyməsini vururam. Baxın, mənim yerimi özü bunu tekst formasında yazmış oldu. Və həmçinin biz burada daha çox şərt verə bilərik. Baxın, indi mənə lazımdır ki, sayı 25-dən böyük olsun həm də. Onun üçün bir dənə bura say diapazonu daxil edirəm. Və deyirəm ki, böyükdür 25 şərti olsun. Onun üçün də nöqtəli vergül qoydum. Dırnaqda yazdım ki, böyükdür 25 şərtini yazdım və artıq dırnağa bağladım. Enter düyməsini vurdum və cavabımız alındı ki, 27.000. Yəni bu nə deməkdir? Baxın, burada var 3 dənə şərt. Baxın, biri bu şərtdir, həmin bura. Biri baxın bu şərt, biri isə bu şərtdir. Yəni bu nə deməkdir? Şirkəti Hyundai olan, satış mərkəzi Bakı olan və sayıları 25-dən böyük olan məhsulların qiymətlərinin cəmi 27.000-ə bərabər olmuş olur. Və qeyd etmək lazımdır ki, SUMIFS funksiyasında 255-ə qədər şərt vermək mümkündür və bu da çox böyük bir rəqəmdir. Yəni mən bu qədər şərtə görə verilənləri toplaya bilərəm ki, bu da bunu SUMIF-dən fərqləndirir. SUMIF ancaq bir şərt deməkdir. Amma SUMIFS isə eyni zamanda birdən çox şərt deməkdir. Və artıq biz sizlə bu videomuzda SUMIFS barəsində məlumat vermiş olduq. Hələlik sağ olun.